Salam dostlar, xoş gördük yanınızı. Bugün Crime Simulator oynayırıq. Bu oyunun demo versiyasıdır. Dostlar, hələ tam versiyası çıxmayıb Steam'ə. Mən biraz oynadım, oyuna baxmaq üçün. İndi başlayaq, görək bizi nələr gözləyir. Başa düşdüyüm qədərilə dostlar, bizim adamımızı içərdən kimsə çıxarır. Burada da imzalamağımızı istəyir ki, bizi buradan çıxarsınlar. Bir də imzaladıq. Bir həftə sonra. Dostlar, oyunun məqsədi bizə bir məhəllə verir. O məhəllənin bütün evlərə girməliyik, dəyərli əşyalardan hamısını götürməliyik. Here you are. To put it simply, we bailed you out because we hate to see your talents go to waste, and we expect you to pay back what you owe by utilizing your desire to not go back behind bars. Nəyə görə buraxdıqlarını deyir. This is your current base. Not much to look at, but here you can store all your tools and loot, maybe even buy some furniture. For now, let's get you familiar with the most important skill, which is lockpicking. To learn skills, you need to find skill leaflets. I know where we're gonna find the first one. Get to the pinboard in your truck. Buradan işlərimizi buradan götürərdik, yəni onu deməyə çalışır. Using this pinboard, you can change the difficulty, but only once per quota. Invite friends if you have them, and most importantly, select the next location where you'll commit your crimes. Let's select Rural Street and get started. Buranı seçməyimizi istəyir. Seçək. Hiçliyin ortasında bulunan küçük bir mahalle, birkaç sıradan ev, bir garaj mevcut. Sus yeteneklerini geliştirmek için uygun bir yer. Tamam, onayladık. Burada geleceğimiz yer, zorluk gündelik. Oyuncular 1, təkəm. 1000 dollarlıq 3 gün ərzində 1000 dollarlıq uğurlu eləməliyəm. Başlayaq. Let's start with an easy place to break into. 106. Usually there's someone there, but today she seems to be gone. Break in either by finding the key or figure out another way. Bu yaşıl nöqtələrin göstərdiyi yerdə dostlar deyir ki, normalda həmişə adam olur, amma bu günlük getmişə oxşur. Yəni ona görə bura sərbəst girə bilərik. Qapı açıqdırmı? Qapı açıq deyil. Pəncərələrdən birini yoxlamalıyıq. Nə deyir ona? Elində olması ki, cam bıçağı. Neyse, burada şüşə kəsmək üçün alətimiz olmalıdır. Bura açılır. Great. There should be a skill leaflet inside. Grab it and use it to learn the skill. Burada nəsə xarakterimizi gücləndirmək üçün də kitab olmalıdır. Bu nədir? Aha, bir dənə pul qabı götürdük. Burada heç nə yox. Seyfi aça bilirikmi? Buna da kilit açmaq üçün nəsə olmalıdır. Yəqin ki onları gücləndikcə hardan aldığımızı göstərir oyunun özü. Bura açılmır. Bura açılır, burada heç nə yox. Biz səhv eləmirəmizə kitab tapmalıyıq. Bunu götürə bilirik. Burada heç nə yox. Burada heç nə yox. Bu nədir? Dost maşinası. Bunu yəqin ki götürdüyümüz hər şeyi sata bilirik. Bunu da götürə bilirik. Bunları götürə bilmirik. Bu kitab hardadır bəs? Aha. Bu. Birinci missiyamız budur. Bunu götürdük. Kullandık. Now you know how to use the lockpicking tool for basic locks, just like that. To acquire more skill points, you need more experience, which you gain by stealing, doing jobs, challenges, and other tasks. Get to your truck and order the lockpicking tool on your computer. It will arrive via a drone drop. Kilit açmaq alətini al deyir.
Geldi. Bunu almalıyıq da. Satın al. Bəs bu aldığımız hara gəlir? Hardan götürürük? Qısa süre içində drone. Hə. Onda birbaşa bura gəlir də. Aha, drone səsi gəldi. Bad news. The lady at 106 has returned home. Time to do some sneaking around. Get back inside and lockpick the metal cabinet. Steal whatever you find Oradakı o seyf inside. açmamızı Good luck. istəyir. Oradakı seyf açmamızı istəyir. Orada adam mı uzanıb yoxsa mən səhv gördüm? Amma burada adam uzanıb. Yəqin ki, əyləndə səsimiz daha az gedir. Aha, bunu açmalıyıq. Hə, bunu düzgün D-yə basıb. Yox, tam fırlanmadı. Hə, yoxlamalıyıq. Belə yoxlayıq, getmədi. Belə getmədi. Belə alınmır. Belə alınmır. Burada yarıya kimi. Burada da yarıya kimi. Güzel. Yox. Açıldı. O hələ ki yatır. Burada nə demişdi bizə? Səssiz açmaq üçün E'ni basılı saxlayırıq. Aha. Nice stuff. Should get you ahead on your assignment. Ha, Get indi back to your base'imizə hideout deyir, using geri the pin qayıdaq. board. We'll make proper use of that loot you Qayıdaq. found. Ətrafda heç kim yox. Da bizi görən olmadı. Yox. İndi buradan base'ə qayıtmalıyıq. Buranı işarətləyib. Hə. Sığınaqdır. Place the stolen loot in the delivery box and use the lever Gəldik to send it base'imizə off. nə deyir? You can also send skill leaflets or keep them for your Yəqin friends. ki buradır. Up to you. Təslimat qutusu. One Yəqin ki buradır. important thing to note. If you And deliver that's more it, cash bırakmalıyız. than the required quota, it won't go towards the next one, but you will receive more credits. Credits are the main currency we use on the dark web to buy things, some of which you will find quite handy. Aha. İndi bu qolu aşağı çəkməliyik. That's it. You gotta reach the 390 required doları quota in a biz- certain amount of days, then you Ha, will get burada a higher yazıyor. quota to reach. Once you reach the required quota, use the red button İki next to günümüz the var. lever to finalize your assignment. I've unlocked jobs and item İki requests on your gündən sonra iki computer. günə biz 1000 For dollar now, accept the job at 106. 106 işini aç deyir. Onayladıq. That's all I wanted to show you. Try to reach the required quota by stealing stuff, completing jobs and item requests. You can invite a friend too. It's always a bit easier when there's someone Ha, helping that's you it. out. Good luck on repaying your debt. Hə, biz özümüz öz başımıza oynayırıq da, bizə öncədən yox. İndi bizim məqsədimiz nə? Biz 2 gün ərzində 1000 dollarlıq mal uğramalıyıq. Ona görə yenə təzədən qayıtmalıyıq çox güman ki məhəlləyə. Və öz başımızayıq. 390 dollar var, 1000 dollar. 610 dollarlıq biz mal uğurlamalıyıq. Gəldik dostlar məhəlləmizə. Bizim burada nəyimiz var? Buradan daha buralıq işimiz qalmadı. Buralıq da bir işimiz qalmadı. Biz çox güman ki bütün uğradığımız malları üstümüzdə gəzdirə bilmirik. Çünki sumkamızda, üstümüzdə yer azdır. Uğradığımız malları gətirib bura yığsaq, çox güman ki sığınacağa geri qaydanda yəqin ki tırın içində qalır. Çünki bu tır orada olur. Hardan başlayaq?
Burada adam var. Burada içeride adam var. Bura hələlik girilmiş. Bu nə? Bunu götürdük. Paketi. Neyse bir işarəli yer var. Ora. Ha, evin içine koymalıyım. Bura cam bıçağı lazımdır. Bu yatır herhalde. Görmədi. Görmədi. Qaydana qədər tezbada biz bunu qoymalıyıq. Neyse girmişkən bir-iki dənə oğrumuzu deliyək. Bu çöldədir. Bu çöldədir. Modem oğurladıq. Hələ ki çöldədir. Məncə başqa oğurlanası bir şey də elə dəyərli bir şey olmaz burada. Getdik. Şansımızı çox zorlamayıq. Pəncərəni də bağladıq. Bunu götürə bilirikmi? Yox. Bu nədir burada? Evin açarı çox belə yəni lazım deyil biz əslində də. Burada nəsə varmı? Yox. İndi biz bunu görünməmiş buradan çıxmalıyıq. Haradadır bu? Görünmədik. Aparaq bunu birdən qoyaq. Tıra. Ha, bu qaldı burada. Biz səhər olmamış ya bütün evlərə girib çıxsaq daha yaxşı. Garaj. Bu garajlar nətər açılır? Bu evə girdik. Arxada evlər yenə var. Addım səsi var. Bu addım səsi hardan gəlir? Buranın yəqin ki bir girişi olar hardansa. Addım səsi buradadır. Bu garajlarda çox güman ki nəsə bahalı bir şey taparıq. Addım... Hə. Burada adam var. Biz bu adama görünməmiş nədər düşəcəyik? Bu hələ ki görmür. Görmür. Bunun üstündən geçsək. Kamera? Burada kamera var. Buranın təhlükəsi gəlir bu. Bu mənim arxamdan mı gəlir? Hə, bir dənə oranı baxmağa çıx. Sən çıxmışkən bəlkə mən... Yox, qapı açıq deyil. Buranın qədər qorunması varsa buranın burada yaxşı şeylər var. Qapı varmı? Yox, adam uzaqda. Bu garajın qapılarını açılır. Gəlir. Nəysə, biz gedək başqa yerlərə baxaq. Başqa evlərə baxaq. Şöyle başqa evlərdən də çıxır, sonra qaydarıq bu. Burada saat qoyduğuna görə yəqin ki səhər burada oğurluq eləmək xeyli çətinləşər. Biz o kilit açma şeyini alaq biz. Kilit açma alətini alaq.
Yoxsa bu evlərə girmək bir xeyli çətinləşir. Xeyli də ev var burada. Bura, burada. Hamısı kilit açma istəyir. Yəni kilit açmalıq. Onu drone tezgazar gətirirlər. Bizim kilit açmamız var idi. Hara getdi onu bilmirəm. Al. Buradan başqa nə ala bilərik? Yanğın baltası ilk yardım basit aldıq. Steteskop nəyə lazımdır? Cam bıçağı, cam bıçağı çox bahalı. 250, yəni 250 çox bahalı cam bıçağına. Mərdiven ehtiyac yoxdur. Nəysə, hələlik bu yaxşıdır, hələlik bu bəsdir. Birbaşa buradakı evdən başlayaq, yanımızdadır bu ev. Eyni qaydada. Yox. Açıldı. Çöldə dondu. Yəqin ki, məndən şübhələnməzsən, evə girmədim, eləmədim. Salamünaleyküm. Sən getdiyinə görə mən girə bilərəm də yəqin ki. Mən bu qapını indi açdım axı. Sən getdin də tam dəqiq. Evdə başqa kimsə yoxdur ki. Çöldə inanmıram nəsə dəyərli bir şey olsun. Qaldıq belə. Burada tel tokat istəyir. Neysə, bu gələnə qədər ben çölü araşdıraq. Burada nə var? Pul tapdıq. Başqa da heç nə. Sənin də mi kameran var? İndi hara gizləndik? Hə, bu hələ uzaqdadır. Bu gələnə qədər biz qaçarıq. Gördü. Gördü. Qaçdıq. Biz nə etməliyik? Gözdən itirməliyik də bunu. Görmədi. Əla. İtirdi gözümüzü. Neyse, bu getdi. Burada başqa hara var. Aslında səhər də olur. Bu ev. Evde kimse var mı? Bu boş. Demoda mevcut değil. Biz bu eve girdik mi? Yadımızdan çıxmasın, kameralara da baxaq. Bu səhərdir. Kamera yox kimi görsənir. Görmə, mən belə bir şey eləmədim. Neyse, səhər. Biz ən gözəli qaydaq. Biz qaydaq ən gözəli sığınacağımızı. Heç bir şey doğraya bilmədik. Bir dənə modem.
Bu günümüzü çox pis keçir. Sabah bir günümüz qaldı. Yəni nə uğrasaq sabah uğramalıyıq. Yəni bunu göndərək. $659. Əslində elə də bir şeyimiz qalmayıb. Bizdən nə istədi? Bir dənə evə girmək üçün bu Teltokadan alaq, ucuzdur. Gelişmiş kiti aç, bu hansıdır? Böyle bir şey var mı burada? Burada öyle bir şey yoktu. Gelişmiş kit hardan açılır? Neyse bir yolunu taparız. Başladık. Bu evin kamerası var idi. Ona göre ne iş gördüyse sağ tarafından görmeliyiz. Adam hardadır? Bu kamera bu tarafta kamerası var mı? Bunun solda kamerası varsa sağda yok. Adam yok. Yok, böyle de değil. Böyle. Sol tarafından işimiz yok. Adam hardadır? Buradan girə bilmirik. Evdə. Çöldə deyil. Bir dənə burada pəncərə qalır. Və bura açıq. Bu otaqda deyil. Bu kitabı götürdük. O telefon. Burada ne var? Bir dakika, bu ne kadar açırıq? Oo. Çöl tez. Görməsinlər. Kamera görmür. Yəni çöldə heç kim yoxdur. Fənərimizi yəqin ki görmürlər. Bir dənə mən burada girib baxmaq istəyirəm. Heç nə yox. Yalandan girdik. Yəqin ki kamera içərini tutmur. Tutmur. Yatır. Where are my pills? Evin o bir tərəfindən pəncərə var. Amma oranı kamera tutur. Ona eləyəcək. Buradan aça bilmərik.
Buralara da girənmərik. Yox, evədəki gelişməkçi. Bu nədir? Heç yetenek puanımız yox. Neyse, burada yenə azdan çoxdan nəsə götürdük. Bizdən gələk başqa yerə. Telefon götürdük, yenə pis deyil. Sən bu evin sahibi yəqin olmazsın. Sən arxadan girsəm olmaz. Sənin kameranların var mı? Yox. Ya bu taraf açılmır. Bir dəqiqə tam onda bu taraf. Yenə açılmadı. Əla. Sən has tərəfə getdin. Sənin kameran var mı? Yox, yoxdur. Sən də çöldə depo kimi bir yerim var. Bir dənə ora baxaq. Yəqin ki, telefon bir xeyli pul eləyir. Burada nə var? Radyo. Bu tel toka hər yerdə lazım olur. Ne yaptı bu eline? Ben bunları aparaq. Neyse, siz işinizde olun. Oh gosh! Gördüm, polisi zəng oldu. Bizim tır hardadır? Bizim tır hardadır? Bizim tır hardadır? Yorulduk. Bizim tırımız ayda o burada. Tez bazar elimizdekileri tıra ataq. Ne? Budur? Polisler geldi üstüme. Tez özümüzü itirməli. Güzel, bitirdik. Əla. Göstərimizi tapmalıyıq təcili surətdə. Məncə doldurduq. Məncə $1000 doldurar. Çünki telefon da var en azından. Bir dənə saat 6'ya kadar böyle harasa başka bir yere de girebilirikmi? Bura girmişik. Burada hiçbir şey yok. Bak kaldı bu garajlar. Ben nətər eləyim sen buradan çıxıb gedəsən. Hı? Bunu nətər eləyik? Sen burada sonsa mən arxadan girə bilərəm. Əla. Biz sonra buradan geri çıxaq bilirikmi? Buradan geri çıxa bilmirik. O nətər olacaq? Bundan sonra salak kamera belirlemesini zorlayarak şahit buluyor. Bura boş. Burada boş. Burada boş.
Neyse biz kameraya tutulmadan ve indi iş orasındadır ki gündüz oldu. Və biz buradan nətər çıxırıq? Biz daş götürdük yerdən. Biz daş götürdük. Pəncərə qıra bilirik onda. Bunu kırıram, ne olar olar. Burada gizlənir. Burada qapı yoxdur, buradan gələ bilməz. Gəlsə məcbur o tərəfdən gəlmir. Oh. Get the hell out of here! Öldürdü. Yəqin ki şeyşülərimiz qaldı. Hangi şeyşülərimiz? Her şeyimiz. Yığdığımız her şey getdi. Yığdığımız hər şey getdi. Məcbur yenə bir dənə bundan alırıq. Bu alınmır. Steteskop nə üçündür onu bilə bilmədim. Ləviyyədə lazımdır. Bizim vaxtımız doldu mu? Yox. Bu gün axırıncı gün. Zamanlar. Deyəsən uduzduq. Doldura bilmədik. Və bizi göndərmir məhliyə. Tamamlıyor. You're useless, aren't you? Well, consider our arrangement terminated. Və bizi öldürdülər. Dostlar, videomuzu burada sonlandıraq. Yəni oyunun bu demo versiyası idi. Burada əlbəttə ki, yəni özünüz də gördüyünüz kimi çox evlər, çox silah, sursat, yəni şeyşülərin çoxsa açıq deyildi. Oyunun inşallah tam versiyası Steam'ə çıxanda onu tam ətraflı bir yerdə oynayarıq. Yəni bunu dostlarımızla bir yerdə oynasaq daha yaxşı, çünki burada daha çox adama ehtiyac var. Yəni tək adamın görəcəyi çox ləngiyir işlər. 2-3 nəfər də olsa əlavə daha yaxşı işlər görmək olar, daha sürətli işlər görmək olar. Kanala abunə olmağı və bəyənməyi unutmayaq. Sağ olun. Digər videolarda görüşənədək.